O gün biz Azərbaycanın Kütlər kəndində, Minaxol kəndində Şəhid Aliyevin 5-ci il dönümüdür. Ora gəlmişik, ananın yanına, ailəsinin yanına, balalarının yanına gəlmişik. Bugün Aliyev timsalda bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bütün anaları baş sağlığı verir, Zeynəbana Allah sağ səbir versin. Bazımız İlhamiyə səbir versin dedik. Allah sizlərə dəyməsin. Siz yaşayın balalarcasınız. Bir ülkü qururla, bir fəxrlə sizin kimi anaların gözündə gəlmək, özümüzə bir qurur veririk. Ona görə ki, sizin kimi analar bizim üçün böyük bir örnəkdir, dəyərdir. Ona görə ki, bu şəhidlər yetişdirən sizin kimi analardır. Burada anaların hamısı böyük, hamısı yaralıdır, bala dərdindən. Hamının balası şəhid oldu və analar sənin yanındadır. Səni timsalda bütün anaların hamısı qarşısında baş əydir, Allah balalarca rəhmət eləsin. Bu gün Təriyin timsalında nə Azərbaycan xalqının şəhiddə hamısı müşahid verir. Allah sizlər var edəsin. Gün özümüzə bir boş bir qurur verir. Sizin yanınızda olmağa, yanında bacınız, sənin yanında olmaq benim üçün bir qurur fəxrdir. Allah sizə səbir versin, Allah sizlərə dəyməsin. Allah sizin kimi anaları həmçə bir yerdə mehriban eləsin, bir yerdə eləsinlər. Biz də özümüzə bir boş verir, sizin özünüzə gəldik. Harsa anaların ürək sözü varsa, özünüz kim istəsə deyərlər. Danışabilir. Şimdi şaşırtıyla çekeceğim.